Bəli, biz hazırda Zaqatala rayonunda yerləşən Alazan su nasu stansiyasındayıq. Məhz 4 milyon 200 min kub metr tutarı olan bu su anbarından 6 kənddə olmaqla məhz 2100 hektar sahənin suvarılması üçün istifadə olunur. Belə ki, hal-hazırda biz operatorumuz Vüqar Mirzəyevdən xahiş edək ki, su anbarını hal-hazırda görülən işlərlə bağlı məhz işləri bizə göstərsin. Belə ki, hal-hazırda burada yaz suvarması üçün hazırlıq işləri görülür. Məhz bu anbarın doldurulması işləri görülür. Eyni zamanda suyun mənbəyi isə məhz qeyd edək ki, Qanıq çayından götürülür. Ancaq onu da qeyd edək ki, məhz 1982-ci ildən etibarən istismara verilən bu su anbarının yeganə problemlərindən birisi də torpaq örtüklü olmasıdır. Belə ki, burada su doldurularkən zamanla sızmalara yol açır. Eyni zamanda suyun ötürülməsində də müəyyən problemlər yaşanır. Mütəxəssislər bildirir ki, bu su anbarının beton örtüyə alınması olduqca vacib məsələlərdən birisidir. Lakin bütün bu çətinliklərə baxmayaraq onu qeyd edək ki, yaz suvarması üçün məhz burada hazırlıq işləri sürətlə davam edir ki, buradan 6 kəndin suvarılması üçün istifadə ediləcək və bu da kənd təsərrüfatı məhsullarının inkişafına, eyni zamanda məhsul artımına da böyük xidmət edir.